dünyanın ən şeytani şəxsiyyəti ilə Nobel mükafatı yazarını nə birləşdirir? 1888-ci ildə Böyük Britaniyada Qızıl Şəfəq Hermetik Cəmiyyətinin təməlləri quruldu. Qərb ezoterizminin yenidən dirçəlişi və formalaşması olaraq görülən bu cəmiyyətin nümayəndələri arasında önəmli şəxsiyyətlər vardı. Onlardan biri də cəmiyyətə 1890-cı ildə qatılan və 1923-cü ildə Nobel mükafatı qazanan İrland şair William Butler Yeats idi. William Butler Yeats əsasən İrland mistizmi, şəxsi inkişaf və digər bu kimi praktikalarla maraqlanırdı. Lakin ondan 8 il sonra, yəni 1898-ci ildə cəmiyyətə daha kritik bir şəxsiyyət daxil oldu. Beast 666 olaraq da bilinən bu şəxs Aleister Crowley idi. Onun əksinə Crowley daha qaranlıq və intim praktikalara yönəlmişdi. Bu iki şəxs birlikdə bir çox rituallarda iştirak etmişdilər. Hətta William Butler Yeats öz məktublarında Aleister Crowley'in xarizmasına heyran qaldığını bildirsə də, onun düşüncələrinə tamamilə qarşı idi. Belə ki, Aleister Crowley zaman ötdükcə daha radikal şəxsiyyətə büründü və zamanla cəmiyyət içərisində istənməz birinə çevrildi. Yeatsin 1925-ci ildə qələmə aldığı A Vision kitabında isə hermetik cəmiyyətin və Aleister Crowley'in izlərini daha dəqiq şəkildə görürük.